Salam yoldaşlar, hər vaxtınız xeyir olsun. Gələk bu gün paylaşdığımız sınağın cavablarına baxaq. Deməli, birinci sualımız belədir ki, altına xətt çəkilmiş sözlərin morfoloji mənsubluğunu ardıcıllıqla müəyyən edin. Altına xətt çəkilmiş sözlər deyəndə hansıları nəzərdə tuturuq? Qoşa-qoşa və dama-dama sözləri nəzərdə tuturuq. Belə ki, bu sözlərə uyğun olaraq biz demişdik ki, bunların içərisində bu sözlərin siyahısını artırmaq olar. Bir qoşa-qoşa sözünü artırmaq olar. Qoşa-qoşa, dama-dama, tikə-tikə, dama-damadır, tikə-tikədir. Mən yaxşı yazıram, lövhə pis yazır. Dama-damadır, tikə-tikədir, qoşa-qoşadır, bir də dönə-dönədir. Dönə-dönə. Demişdik ki, bu sözlər dama-damanı çıxmaq şərtindən qoşa-qoşadır, tikə-tikədir, dönə-dönədir. Bunlar həm zərf ola bilərlər, həmçinin fe'li bağlama mövqeyində işlənə bilərlər. Dama-dama sözü isə bunlardan fərqli olaraq bir sifəti olur, bir dənə də fe'li bağlama olur. Yəni dama-dama köynək deyəndə hansı köynək deyirik də, ona görə də bu sifət olur, zərf ola bilmir. Baxın indi. Bunları necə fərqləndirirdik? Deyirdik ki, ən asan yolu bir araq şəkilçisi qoşuruq. Əgər araq şəkilçisi qoşanda sözdə məna qalırsa, cümlədə məna qalırsa, deməli orada nə edəcək? Bu fe'li bağlama şəkilçisi olacaq. Amma sözdə məna qalmırsa, deməli nə olacaq? Zərf olacaq. Aha, indi baxaq. Bir mənası da bir dənə fərqləndirmə cəhəti ondan ibarət ola bilər ki, baxın, fe'li bağlama nədir? Bir feildir. Elə, deməli orada bir hərəkət olmalıdır. Tutaq ki, mən deyirəm ki, nənə köynəyi tikə-tikə danışırdı. Görsən, burada hərəkət var. Tikərək danışırdı. Yəni hərəkət var. Amma tutaq ki, deyirəm ki, nənə əti tikə-tikə doğradı. Gördünüz? Burada isə heç bir hərəkət olmadığına görə nə olacaq? Birində fe'li bağlama olacaq, birində zərf olacaq. Başa düşdünüzmü? İndi gələk. Bax, o daşları qoşa-qoşa götürürdü. Yəni qoşa-qoşa götürürdü deyəndə, görürsən burada qoşada bir hərəkət yoxdur. Həmçinin qoşaraq götürürdü deyə bilmirsən. Ona görə burada nə olacaq? Zərf olacaq. O mahnını qoşa-qoşa ətrafı seyr edir. O mahnı qoşa-qoşa ətrafı seyr edirdi. Görürsən? O mahnı qoşa-qoşa. Yəni burada bir hərəkət var. Eyni zamanda o mahnı qoşaraq ətrafı seyr edirdi deyə bilirsən. Deməli, bu da nə olacaq? Fe'li bağlama olacaq. Bizim cavabımız nədir? C variantıdır. Aha, daha sonra gələk ikinci sualımıza. İkinci sualımızda belə deyir ki, dəqiqə. İkinci sualımızda belə deyir ki, belə bir deyir ki, hansı cümlədə sual işarəsinin yerinə vergül qoyulmalıdır? O bu əvəzliyidir. O bu əvəzliyindən sonra nə vaxt vergül qoyula bilər? O bu əvəzliyi əgər iki qayda var idi da burada. Əgər o iki qaydanı yerinə yetirə bilirdisə, ödəyirdisə, deməli ondan sonra vergül qoyulurdu. Amma ödənmirdisə, deməli vergül qoyulmayacaqdı da. Deməli, birinci qaydamız nə idi? O, bu əvəzliyi kim və yaxud da nə sualına cavab versin? Kim və yaxud da nə sualına cavab verməlidir? İkinci qaydamız nədir? Özündən sonra isim, sifət, say, feil, yalnız feili sifət gəlməlidir. Daha sonra modal söz, daha sonra nida. Bu kimi sözlər gələrsə, bunlar nə olacaq? Zərf. Bunlar gələrsə nə olacaq? Bunlardan sonra vergül qoyulacaq. Deməli, birinci kim nə sualına cavab verməlidir? İkinci isə özündən sonra isim gəlməlidir, sifət gəlməlidir, say gəlməlidir, zərf gəlməlidir. Feillərdən yalnız feili sifət gəlməlidir, modal söz gəlməlidir, nidalar gəlməlidir. Bu kimi sözlər gəlməlidir ki, bunlardan sonra vergül qoyula bilsin. Əvəzlikdir, gələ bilərdi, istisna halda vergül qoyula bilərdi. İndi onu burada izah eləmək istəmirəm, vaxtımız çox gedəcək. Başlayaq indi. Deyir ki, baxın. Hansı cümlədə sual işarəsinin yerinə vergül qoyulmalıdır? O da məsələyə münasibət bildirdi deyəndə, odan sonra bağlayıcı gəlibdir. Görürsünüz, nə etdi? Münasibət bildirdi. Kim? O. Bax, burada kim nə sualına cavab veribdir? Mübtəda vəzifəsindədir. Ancaq və ancaq özündən sonra vergül qoyulmur. Niyə? Özündən sonra, çünki bağlayıcı gəlibdir. Deməli, bu nə eləyilməz? Qoyula bilməz. Birlə olanlar çıxdıq. O bizi həmişə müdafiə eləyirdi. Bax, əvəzlik gəlibdir. Əvəzlikdən sonra istisna hallarda vergül qoyula bilərdi. İki halda vergül qoyulur. Bir əlavədə vergül qoyulur, bir də cümlədə əgər sadalanma olarsa, məsələn, tutaq ki, o, biz, mən, tutaq ki, balığa getdik. Bax, burada vergül qoyula bilərdi. Amma normalda o əvəzliyindən sonra vergül əvəzlik gələrsə, o zaman vergül qoyulmur. Deməli, burada deyir ki, vergül qoyulmalıdır deyir. Bu da səhvdir. Daha sonra, o hələ də kitabları oxuya bilməmişdi. Hələ sözü nədir? Zərfdir. Nə etmişdi? Oxuyub bitirməmişdi. Nə etməmişdi? Oxuyub bitirməmişdi. Kim? O. Görürsünüz,
Bax burada o var. Kim sualına cavab verdi? Bəli. Özündən sonra zərf gəldi? Bəli. Deməli cavabımızın biri 3'dür. Daha sonra fikrimcə o ancaq sənə inanır. Bax, o ancaq sənə inanır. O təkcə sənə inanır. Özündən sonra ədat gəlib daha uşaqlar. Bu da ola bilməz. İnanıram ki, o sabah bunu anlayacaq. Ne edəcək? Anlayacaq. Kim? O. Kimlə sualına cavab verdi? Bəli. Birinci yolumuzu ödədi. İkinci yolumuz nədir? Odan sonra nəyə gəldiyinə baxırıq. Sabah sözü zərfdir. Zərf gəlibsə, deməli ödəyəcək. O bizi ustanın masasının üstünə qoydu. Bax, buradakı bizi şəxs əvəzliyi bizi deyil. Nə bizidir? Əşya, ayaqqabı dikən əşya mövqeyində işləyən bizdir. Yəni o bizi ustanın masasının üstünə qoydu. Ayaqqabı dikən aləti ustanın masasının üstünə qoydu. Deməli burada nə edəcək? Vergül qoyulacaq. Cavabımız 3 5 6 C variantıdır. Daha sonra hansı cümlədə isim cəm şəkilçilidir və adlıq haldadır? Şərtə diqqətlə qulaq asmaq lazımdır. Cəm şəkilçilidir, eyni zamanda adlıq haldadır. Bax, mal qara otlaqdan qayıtdı. Aha, bax, haradan qayıtdı? Otlaqdan qayıtdı. Adlıq halda deyil, çıxışlıq haldadır. Sözlərimi təkrar et. Bax, söz sözün kökü. Biz demişdik ki, sözə birinci nə qoşulur? Birinci cəm qoşulacaq, daha sonra mənsubiyyət, daha sonra hal, daha sonra şəxs xəbərli şey qoşulacaq da bir isimə. Aha, baxın, söz sözün kökü. Lar, lər, qrammatik nə şəkilçisidir? Cəm şəkilçisidir. Onun sözləri mənsubiyyətdir. Daha sonra burada nədir? Bu da hal şəkilçisidir. İş şəkilçisi hal şəkilçisidir. Yəni təsirli hal şəkilçisidir. Bu da ola bilməz. Sürü kölgəyə çəkilmişdi. Sürü kölgəyə çəkilmişdi deyəndə bax burada. Uşaqlar, sürü sözü burada adlıq haldadır. Okey, bunu bildik. Amma bizə bir dənə də cəm şəkilçisi adlıq hal lazımdır. Deməli bu çıxdı. Kölgəyə sözü də gördünüz heç yönlülük haldadır. Həmçinin elə bunu ağıllı abituriyent o dəqiqə çıxır ki, heç cəm şəkilçisi yoxdur. Bu da çıxdıq. Daha sonra yeni körpülər salınmalıdır. Yeni körpülər salınmalıdır deyəndə nə etməlidir? Salınmalıdır. Nə körpülər? Görürsən, yeni körpüləri salınmalıdır deyə bilmirsən. O zaman nə olacaq? Deməli D variantı olacaq. Çünki adlıq halda körpülər sözü adlıq haldadır. Eyni zamanda cəm şəkilçisi qəbul edilib. Bənövşələri götürüb qoxladı. Nə etdi? Qoxladı. Aha. Nəyi? Bənövşələri. Görürsən, buradakı bənövşələrdə nədir? Təsirli hal şəkilçili sözdür. Ona görə edə çıxdı. Deməli cavabımız nədir? D variantıdır. Gözləyəcək sözünün saytla bağlı, sözündəki saytlarla bağlı el-Elven diaqramında qeyd olunan doğru fikirləri müəyyən edin. Necə tələffüz olunacaq bu sözlər, ha uşaqlar? Göz, dü, yə, cəh şəklində tələffüz olunacaq. Gözləyəcək şəklində. Birinci saytımız nə olacaq? Ö sayt olacaq. İkinci saytımız nə olacaq? Ü sayt olacaq. Baxaq, indi bunlar arasında fərqləndirməni eləyək. Bax, burada el-Elven diaqramında, yəni birinci sayt deyirsə, birinci sayta aid, sırf təkcə birinci sayta aid olan xüsusiyyət olmalıdır. İkinci saytın altında da sırf təkcə ikinci saytın altında olan xüsusiyyət olmalıdır. Sözdə də ortaq olmalıdır. İncədir, ö və ü saytları. Hər ikisi incədir. Bizə lazımdır ki, doğru fikirləri. Deməli, birlə olanlar nə elədik? Çıxdıq. Açıqdır. Ö saytı açıqdır, ü saytı isə qapalıdır. Görürsən, birinci saytın altındadır. Deməli cavabımızın biri 2'dir. Dodaqlanandır, hər ikisi 3'dür. İkinci sayt qapalıdır, yəni ü saytını nəzərdə tutur. Deyək ki, qapalıdır, 4'dür, qalındır, heç biri qalın deyil. 2 3 4 cavabımız C variantı. Aha. Gələk indi nəyimizə? 5-ci sualımıza. Bunu silək lövhəmizi. Xəbər şəklində işlənmiş feili müəyyən edin. Xəbər şəklində işlənmiş feil deyəndə, yəni nədir? Deyir ki, feilin zamanları işlənən şəkilçiləri müəyyən edin də. Qoru sözün kökü malı vacib şəklindədir, ıq xəbərli şəkilçisidir. Xəbər şəklindədirmi? Xeyr, vacib şəkildədir. Ancaq təsriflənən feillərə baxırıq da, qutarı çıxdı getdi. Kamil sinifin ən yaxşı oxuyanıdır. Oxu sözün kökü, oxuyan feili sifət, oxuyanıdır. Qutarı çıxdı getdi. Nədir? Bu da çıxdı. Çünki niyə? Bu feili sifətdir. Vaxt üstümüzdən yel kimi keçməsin. Keç sözün kökü keçməsin. Nədir? Əmr şəklində olan feildir. Heç bir göstəricisi yoxdur. Bir gün onun da gəldiyini eşidərsən. Bax, feildir, eşit sözün kökü.
Are, er. E, Qeyd gələcək zaman. San nədir? Xəbərli şəkildəsi. Deməli nədir? Gələcək zamanda olan feildir və xəbər şəklində olan sözdür. Hər başlanğıcın bir sonu var. Heç bu da feili xəbərli cümlə deyil. Amonim olmayan sözləri böyür. Bir səs mənasında, məsələn, tutaq ki, mal böyürdü, bir də böyür tərəf mənasını ifadə edə bilər. Sonra bir qoşma mənasını işlənə bilər, bir də zaman zərfi. Artıq bir sifət kimi, məsələn, tutaq ki, deyirəm ki, artıq kitabları yığışdır. Yəni lazım olmayan kitabları yığışdır deyəndə sifət mənasında bu cümlə eyni zamanda iki cürdə düşünə bilər də. Bir artıq kitabları yığışdır, yəni lazım olmayan kitabları yığışdır. Bir də daha kitabları yığışdır mənasında ədad mövqeyində işlənə bilər. Deməli burada nədir? Üçü də amonim sözdür. Bu çıxdı. İnci, bildiyimiz kimi bir inci daşqaş mənasını ifadə edir. Bir də incimək dövrümüzün aktual məsələlərindən biri. Qan, bir qanmaq məsələsini ifadə edə bilər. Deyilərik qandıra bilmədim. Bir də qan nə mənada ifadə edə bilər? Damarımızda dövr eləyən maye mənasını ifadə edə bilər. Yaz, bir yazmaq feildir. Bir yaz, payız mənasını ifadə edə bilər. C variantı çıxdı. Qoyun, bir qoyun qucaq mənasını ifadə edə bilər. Deyir ki, qoyunumu aldım tutaq ki. Bir də qoyun heyvan mənasını ifadə edə bilər. Bir də qoyun. Tutaq ki, nə edin? Qoyun. Bu sözdə qoy sözün kökü ın əmr şəklində olan söz olduğuna görə, ikinci şəxsin cəmində olduğuna görə bu sözdə vurğu onun üzərinə düşəcək. Normalda onun üzərinə düşür vurğu. Amonim olarkən bir qoyun mənasında, heyvan mənasında, bir də qucaq mənasında onun üzərinə düşür. Amma burada həm bunun başlanğıc forması fərqli olduğuna görə, həm də vurğusu fərqli olduğuna görə bu çıxacaq. Niyə? Çünki bu şəkildə amonim götürülə bilər, hə. Yəni qoyun mənasında əmr şəklində olarkən isə amonim olmayacaq. Amma normalda qoyun sözü amonimdir. Daha sonra qol sözü bir insanın qolu mənası var, çəkdiyimiz qol mənası var, Ronaldonun atdığı qol mənası var. Bunlardır. Düz sözü dediyimiz kimi, mən amonimlərin izahında demişdim, düz sözü 5 dənə nitq hissəsi ola bilir. Nə oldu elə 5 dənə nitq hissəsindən birində amonim olmadı mı? Təbii ki, oldu. Deməli bunun da üçü də amonimdir. Qax, biri var, cavalı qaxı. Yəni o nənə babalarımız o vaxtı cavalını qurudurdular, onu qax eləyirdilər. Daha sonra at, bir atmaqdır, bir də heyvan mənasında. Tut, bir hərəkət mənasında, tutmaq mənasında, bir də tut, yediyimiz tut mənasında. Bilək sözü. Uşaqlar, bilək sözü iki mənada işlənə bilər. O heç. Amma bu amonim deyil. Niyə? Çünki başlanğıc forması fərqlidir. Bir bilək, tutaq ki, qolumuzdan o üst hissəsi var, əlimizin üst hissəsi var, bilək. O mənanı ifadə eləyə bilər. Dirsəklə əlin arasında olan hissə bilək. Burada bilək olacaq və sözün kökü bilək olacaq. Bir də sən bunu əmr şəklində olan söz kimi işləsən, bil sözün kökü olacaq. Aq, əq qrammatik şəkildə olacaq. Bir də arzu şəklində kaş bilək mənasını ifadə etdikdə isə bildiyimiz kimi iki dənə şəkilçiyə ayrılacaq və bunların başlanğıc forması fərqli olduğuna görə deməli bu amonim olmayacaq. İs sözünün amonimliyi yoxdur, uzun sözünün amonimliyi yoxdur. D variantı bizim cavabımızdır. Daha sonra sakitlik sözünün yazılışı ilə tələffüzü arasında 3 fərqli məqam var. Bu da bizə deyir ki, doğrudur. Sakitlik necə olur? Bu şəkildə olacaq da sakit dik şəklində. Sakit dik. İştirik. Nə olacaq? Sakitlik şəklində olanda deməli bu sözdə biz demişdik ki, uzanma fərq əmələ gətirmir. Neynəmir? Gətirmir əzizim. Bunu gedib ay müəllim fərq əmələ gətirir? Yox. Uzanma fərq əmələ gətirmir. Bildik? Aha. İki fərqli məqam oldu. Bizə lazımdır ki, uyğun fikirləri. Burada isə qabağına doğrudur. Yəni bu yanlışdır da. Deməli birlə olan cavablarımız nə edəcək? Çıxacaq. İndi mən burada belə deyirəm. Sadəcə testi biraz tez işləmək üçün deyirəm da. Qərarsız sözündə kar və cingiltili samit cütlüyü işlənib. Aha, bax, qərarsız. Görürsən, s və z. Məcbur deyil ha, bu s və z yanaşı gəlsin. Demir da yanaşı gəlməyibdir və yaxud da yanaşı gəlibdir. Kar və cingiltili samit cütlüyü işlənib deyirsə, bəli, doğrudur. Deməli, s və z-nı götürürük. Burada isə bu doğrudur, qarşısında isə yanlış yazılıbdır. Uyğunluq dediyi üçün bu da çıxır. 2 ilə olanlar da çıxdıq. Sərhədçi sözündə bir cingiltili samit işlənib. Necə olacaq? Bu söz sərhədçi olacaq. Deməli, nə edəcək? S kardır, h kardır, t kardır, ç kardır. Bir dənə r samiti var. Doğrudur, doğrudur. Rəhimsiz sözündə heca sayı 2-dir. Bəli, rəhimsiz sözü 2 cür yazılır. Üzürdür, rəhimdir, sədirdir. Bu kimi sözlər, üzvdür, bu kimi sözlər uşaqlar. Bir dənə, məsələn, tutaq ki,
üzv. Bax görürsən, bir hecalıdır. Üzvlük. Sən buna leksik şəkilçi artıranda bunun tələffüzündə ikinci sayt artırıla bilir. Bax bu sözün tələffüzü tutaq ki, bax belə olacaq. Rəhimsiz. Bax bu şəkildə olacaq. Bu da sözün heca sayı 2'dir. Onunla tutmayacaq. Çünki niyə? Biz hecaların sayı deyəndə sözün yazılışına baxırıq. Başa düşdünüz? Sözün yazılışına baxırıq. Tələffüzünə yox. Ona görə cavabımızın biri də 2 olacaq. 3, 4. Daha sonra qalibiyyət sözündə səs düşümü hadisəsi müşahidə olunur. Mən sizə belə bir söz deyim, belə bir asan variant deyim. Əgər siz iyyat şəkilçisini harda görürsünüzsə, bax iyyat şəkilçisi olmalıdır. Harda görürsünüzsə, orada y-nın biri hökmən düşəcək. Bu bir dənə harda yoxdur, niyyət sözündə. Niyyət sözündə, çünki sözün kökü ilə niyyətdir. Bu şəkilçi mövqeyində deyil. Bundan başqa ehtiyat sözündə də ehtiyat bir dənə y ilə yazılır. Söz bir dənə y ilə yazılır. Ondan qalan qalibiyyətdir, nə bilim başqa ədəbiyyatdır, riyaziyyatdır. Harda görürsünüzsə, deməli y-nın biri nə edəcək? Düşəcək. Səs düşümü hadisəsi müşahidə edilir. Bəli, müşahidə edilir. Doğrudur, amma qabağında yanlış yazılıbdır. Bizə uyğunluq deyirsə, bu doğrudursa qabağındakı da doğru olmalıdır. Görürsünüz, bu doğrudur, amma qabağındakı yanlışdır. Burada uyğunsuzluq yaradıldı. Ona görə də cavabımız nədir? 3 və 4 B variantı. Hansı cümlədə zərf işlənmişdi? Baxaq. Biz yenə hamı ilə dalaşmalıyıq. Yenə sözü var zaman zərfi mövqeyində. Ora sözü var yer zərfi mövqeyində. Səhər dediklərim səhər sözü var zaman zərfi mövqeyində. Baxın uşaqlar, dünənki sözünü gedib zaman zərfi götürməyin. Bax ki şəkilçisi qoşulan sözlər, bu ki şəkilçisi adətən zaman mənalı sözlərə qoşulur. Məsələn, sabahkidir, səhərkidir, bugünküdür. Eyni zamanda bunun bir xüsusiyyəti var ki, mürəkkəb sözlərə qoşulduqda ayrı yazılan mürəkkəb sözləri bitişik hala gətirə bilir. Bax, məsələn, tutaq ki, bugün, görürsünüz, ayrı yazıldı. Amma bu gün kü deyəndə isə nə elədi? Bitişik yazıldı. Gördünüz? Deməli, ki şəkilçisini siz harda görürsünüzsə, şəkilçi mövqeyində işləndikdə harda görürsünüzsə, o deməli nədir? Sifətdir. Dünənkidir, bugünküdür, həminkidir. Bu kimi sözlər sifətdir. Sanki modal sözdür, dünənki sifətdir, hadisəni isimdir, unutmuşdu, feildir. Həmçinin dünənki sözü hansı sualına cavab verir? Ki və daki sözləri ilə yaranan sözlər hansı sualına cavab verir? Heç necə nəcür sualına da cavab vermir. Bunu da bir yerə qeyd kimi götürün. 1912-ci ildə o ilk məqaləsini həvvəslə çap etmişdi. Həvvəslə sözü nədir? Tərz hərəkət zərfidir. Bu da çıxdı. Say işlənmiş cümləni müəyyən edin. Birisi səni soruşurdu. Bax, kimsə səni soruşurdu. Gördünüz? Say işlənməyibdir. Əvəzli işlənibdir. Bir qədər susub sözə başladı. Bir qədər susaraq özünə sonra görürsünüz feil gəlibdir. Deməli nədir? Zərfdir. Gələnlərin birincisi bunlara bələd idi. Aha, say işlənmiş cümlə gələnlərin birincisi bunlara bələd idi. Birinci sözü nədir? Saydı, sıra saydı. Hansı sualına, neçə sualına cavab verir? Ola bilər. Daha sonra sən neçə ədəd kitab almışsan? Bax, neçə sözü var burada. Nədir? Əvəzlikdir. Sual əvəzliyidir. Daha sonra əvvəla hamını diqqətlə dinləməlisən. Burada nədir? Əvvəla sözü var. Bu da modal sözdür. Variantı çıxdı. Cədvəldə uyğun fikirləri müəyyən edin. Aha. Əvvəlcə var sözün leksik mənası, daha sonra isə var sözün düzgün tələffüz forması. Hikmət sözü. Hikmət sözü müdrik sözdür, dərin fikirdir, dərin mənadır, müdriklik mənasını ifadə eləyir. Həmçinin hikmət sözündə nədir? Tələffüz forması da elə hikmət olaraq qalır. Deməli, birinci sözümüz doğrudur. Daha sonra qüdrət, böyük qüvvət, güc mənasını ifadə eləyir. Sözün leksik mənası budur. Amma gəlin baxaq görək burada uzanma varmı? Nə hansı saytlərdə uzanma yox idi? Ü və I saytlərində uzanma yox idi. Deməli, bu sözdə uzanma olmamalıdır. Deməli, 2 çıxdıq. Aha, daha sonra mühakimə bir şey haqqında fikir, mülahizə. Aha, elədirmi? Bəli, mühakimə bildirmək, yəni bir şey haqqında fikir bildirmək, mülahizə bildirməkdir. Həmçinin mühakimə. Görürsən, A-da uzanma var. Deməli, cavabımızın biri də 3-dür. Elə buradan cavabımız çıxdı. 1-3. Baxaq 4-də də təqsirkar. Bir hadisənin əhvalatın işi öz gözü ilə görmüş və ya görən adam. Bu o deyil uşaqlar. Bu o deyil. Təqsirkar sözü, təqsirkar o şahiddir və yaxud da tanıqdır. Amma təqsirkar sözü, yəni günahkar mənasını ifadə eləyir. Günahkar mənasını da ifadə etdiyinə görə burada da uyğunsuzluq yaranacaq. Deməli cavabımız 1 və 3-dür.
E variantıdır. İndi burada ola bilər bəlkə də cavabı səhv marşırlayıram. Amma cavabımız yəni ki 1. Bir də hə 3-dür. Doğrudur. Səhra Aslanı mətnini mən oxumuşam. Belə istəyirsinizsə özünüz bir dəfə belə tutun. Ayaqdan başa oxuyun qəşəng formada. Aha. Vaxt itirmədən keçək mətnimizə. Deyir ki, hansı fikirlər Ömər Muxtarova aid edilə bilməz? Ömər Muxtara aid edilə bilməz deyəndə azadlıq mübarizəsinə başçılıq eləyibdi. Aid edilə bilməz, yəni bizə mənfilər lazımdır. Azadlıq mübarizəsinə başçılıq eləyibdi. Bəli, azadlıq mübarizəsinə başçılıq edib. Deyir ki, baxın, hardaydı o? İtaliya qoşunlarında mübarizə rəhbərlərindən biri Ömər Muxtar idi. Gördünüz? Deməli, bu nədir? Doğrudur. Həmişə uğur qazanıb. Xeyr, həmişə uğur qazanmayıb. Ağır yaralanan İtaliya tərəfindən əsir alınır. Həmişə uğur qazanmayıb deməli. Deməli, cavabımızın biri 2 olacaq. Öz vətənini qoruyub, layiqincə öz vətənini qoruyubdur. Üsyan olanlar da çıxır. Yəni ki, doğrudur, amma bizim şərtimizə uyğun deyil. Bu doğrudur. Həm dini, həm coğrafi ixtisaslara sahib olub. Coğrafi ixtisaslara sahib olub. Deyir, hətta bu coğrafi ixtisaslara sahib olduğu üçün bunu nə adlandırmışdılar? Bu deməli nə eləmişdi? Bunu Səhra Aslanı da adlandırmışdılar. Baxın, bölgənin coğrafiyasının tanınması, strateji və savaş taktikaları nəticəsində. Deməli nədir? Din mövzusunda işləməyib. Cavabımızın biri də 4 olacaq. Faşistlərə qarşı mübarizə aparıb. Bəli, faşistlərə qarşı mübarizə aparıb. Baxaq görək, deyir ki, İtaliyaya hakimiyyətə gələn faşist. Gördünüz? Buna qarşı da mübarizə aparıbdır. Daha sonra bu doğru fikirdir, amma bizə yanlışlar lazım olduğuna görə bu da çıxır cavabımızdan. Osmanlılara qarşı mübarizə aparıbdır. Osmanlılara qarşı mübarizə aparmayıb uşaqlar. Osmanlılar, bax, deyir ki, ancaq Osmanlı qoşunları bunu rədd edir. Deyir ki, İtalyan qüvvələri bölgədəki Osmanlı qüvvələrinə təslim olmasını tələb edir. Daha sonra Osmanlı qoşunları isə bunu rədd edir və Liviya yerli müdafiə qoşunları ilə birgə ölkənin daxilinə çəkilib mübarizəni davam etdirirlər. Yəni ki, Osmanlılara qarşı mübarizə aparmayıbdır. Osmanlılarla birgə mübarizə aparıblar bunlar. Deməli, cavabımızın biri də 6-dır. Bizim cavabımız nədir? 2, 4 və 6 D variantıdır. Mətnin hansı suala dəqiq cavab tapmaq mümkün deyil? Liviya hansı ölkə ilə həmsərhəd idi? Baxın uşaqlar, Misir ilə qonşu idi. Deyir ki, bax, əhalinin başqa ölkələrə keçidinin qarşısını almaq üçün qoşun Misirlə sərhəddi bağlanır. Bax, gördünüz, Misirlə həmsərhəd idi. Bu cəhətdir. Ömər Muxtar niyə əsir düşdü? Gəlin görək. Deyir, ağır yalalanan Səhra Aslanı İtalyanlar tərəfindən əsir götürüldü. Nə üçün? Ağır yaralandığı üçün. Osmanlı qoşunları hansı səbəbdən Anadoluya qayıtdılar? Balkan mübarizəsində, bax, Balkan müharibəsində Osmanlı dövlətinin məğlubiyyətindən sonra Anadoluya geri qayıtdılar. Gördünüz? Bu da çıxdı. Ömər Muxtar neçə yaşında əsir alınmışdı? Ömər Muxtar neçə yaşında əsir alındı? Aha, deməli, bu neçənci ildir? Deməli, 1931-ci ildə 1931 çıx 1911. Deməli, 1-dən 1 çıxanda 0. 20 yaşında 31-dir mi? Hə, 20 yaşında. 20 yaşında əsir alınıbdı. Deməli, bu da nə elədi? Bu da çıxdı. Ömər Muxtarın mübarizəsinə Osmanlıların münasibəti necə idi? Onun haqqında heç bir fikir yoxdur. Cavabımız E variantıdır. Daha sonra bunu silək. Riyaziyyatım o qədər güclüdür. 31-dən 11-i çıxanda alt-alta çıxaram. Ömər Muxtar düşmən qarşısında hansı ehtimal edilə bilər? Ömər Muxtarın düşmən qarşısında əyilməz olması xeyr, ehtimal edilə bilməz. Çünki bu nədir? Bu tam bir fikirdir, doğru bir fikirdir. Bax, deyir ki, onun dəfələrlə ya yerlərə təslim olma təkliflərini rədd etmişdi. Onun biz təslim olmağı bilməyən xalq qazanırıq ya ölürük. Bax, görürsünüz? Deməli, bu nədir? Ehtimal fikir deyil. Yerli əhalilərin İtalyanlarla əməkdaşlıq etməsi, bu haqqında məlumat yoxdur. Liviyanın bir müddət Osmanlı dövlətinin tərkibində qalması, bəli, Osmanlıların tərkibində qalır. Hətta Osmanlılar bunlarla birlikdə İtalyanlara qarşı döyüşürlər. Bu da doğru fikirdir. Bütün Afrikanın İtaliyanın müstəmləkəçisi olması. Aha, bütün Afrikanın İtaliyanın müstəmləkəçisi olması nə deyil? Deməli, səhv bir fikirdir.
Bunlar da deməli Afrika ölkəsi idi da, Afrika qitəsindən idi. Bunlar Afrikanın müstəmləkəçisi mi olub? Xeyr. Daha sonra Osmanlılarla Liviyalıların bir müddət müttəfiq kimi mübarizə aparması. Nədir? Bu da doğru bir fikirdir. Deməli, bax budur. Yerli əhalinin İtalyanlarla əməkdaşlıq etməsi. Deməli, bizim cavabımız biz bunu bilmirik da. Bunlar əməkdaşlıq eləyiblərmi, yoxsa etməyiblərmi? Bu sadəcə bir ehtimal. Bəlkə də bunların içərisində bir satqın çıxıbdı. Normal görsən hər bir müharibədə ola bilər də. Satqın çıxıbdı, İtalyanlarla əməkdaşlıq eləyibdi. Bunu bilmirik. Yəni bir ehtimal olaraq irəli sürə bilərik. Cavabımız B variantı. 6-cı abzasa hansı cümləni tamamlasaq, mətnin 6-cı abzas hansı cümlə ilə tamamlansa, mətnin digər hissələri ilə məntiqi ardıcıllıq pozulmaz. 6-cı abzası gəlin tapaq. Baxın, 6-cı abzas ilə hər abzasın qabağında rəqəmlər qoyula gəlibdir. 6-cı abzas isə budur. Əhalinin başqa ölkələrə keçidinin qarşısını almaq üçün qonşu Misirlə sərhəd bağlanır. Aha. Gəlin baxaq indi. Əvvəlcə testini edirsiniz uşaqlar. Bax, testi bir müəllim kimi sizə məsləhət verim ki, testi variant çıxa-çıxa işləyin. Görürsünüz ki, hər hansı bir şeyi bilmirsiniz. Nə edirsiniz? Variant çıxa-çıxa işləyirsiniz. İndi baxaq. Bununla da Liviya partizanların dəstək xətti kəsilir. Liviyaya partizanların dəstək xətti kəsilir. Bu ola bilər. Məsələn, tutaq ki, ola bilər ki, Misirlilər qorxurlar, bir ehtimal kimi fikir irəli sürsək, Misirlilər qorxurlar. Misirlilər qorxanda bunlara deməli Liviyalılara partizan dəstələri göndərdilər ki, elə Liviyalıların torpağında mübarizə geçsin, bizim torpağa gəlib çatmasın. Amma İtalyanlar nə edir? Həmin o torpağı bağlayır ki, həmin o sərhəddi bağlayır ki, bunlara partizan dəstələri gəlməsin. Bunu hardasa mən deyərdim, olar. Nəhayət mübarizə sona çatır. Mübarizə sona çatmır. Bax, deyir ki, Muxtarın liderlik etdiyi qoşunlar mübarizəni davam etdirirlər. Görürsünüz, etdirirlər. Mübarizə sona çatmır. Beləliklə, Liviya mübarizə dəstəsi daha da güclənir. Liviyanın yox, İtalyanların mübarizə dəstəsi daha da güclənir. Niyə? Çünki bunlara artıq dəstək gəlmir. Bunun nəticəsində Ömər Muxtar həbs olunur. Bunun nəticəsində olmur, uşaqlar. O sadəcə təliyə düşür və artıq əsir alınır. Bunun nəticəsində olmur. Nəticədə Liviya ilə Misir siyasi münasibətlərinə son qoyulur. Elə bir şey yoxdur. Siyasi münasibətlərinə niyə son qoyulsun ki? Bu da çıxdı. Cavabımız nədir? A variantı. Daha sonra gələk nəyə? 16-cı suala. Üzərin rəqəm qoyulmuş hansı söz mənası imperialist dövlətlərin vəzifə zəif inkişaf etmiş ölkələrlə iqtisadi və siyasi cəhətdən özlərinə tabe etməsi. Bu nə olacaq uşaqlar? Bu çox güman ki, müstəmləkəçilik olar da. Daha sonra Ömər Muxtarın mübarizəsi nəyə qarşı deyildi? Bax, imperializmə. Müstəmləkəçilik olursa, hər halda imperializm olar. A variantı çıxır ağırlı abituriyent. Faşizmə incə dedik. İşğalçılığa, bəli. İstismara, yəni nəyəsə talan edilməsi, ölkənin talan edilməsi, ələ keçirilməsi, bəli. Fanatizmin içində din də var. Bu dinə qarşı deyildi. Səhra Aslanı adı Ömər Muxtarın hansı xüsusiyyətlərinə görə verilə bilərdi? Təhsilinə görə Səhra Aslanı verilmirdi. Bax, oranın coğrafiyasına, oranın bax, deyir ki, bölgənin coğrafiyasının tanınması, strateji savaş taktikalarına görə Ömər Muxtara Səhra Aslanı adını, həmçinin şücaətlərinə görə. Şücaətlərinə görə deyirsə, nəyinə görə? Yəni, vəzifəsinə görə ola bilməz, idarəçiliyinə görə, qoçaqlığına görə ola bilməz, mübarizliyinə görə ola bilməz, qoçaqlığına görə. Qoçaqlığına görə nə eləyə bilər? Səhra Aslanı adını verilə bilər. Həmçinin qoçaqlıq idi da. Şücaətlik nədir? Şücaət göstərmək, yəni qoçaqlıq göstərmək. Nədir? C variantıdır. Daha sonra cədvələ əsasən uyğun fikirləri müəyyən edin. İtaliya Liviyanın işğalına başladı. Xalq azadlıq mübarizəsinə qoşuldu. A. Ömər Muxtar Səhra landşaftına bələd idi. Ona görə də nə elədi? İtalyanları dəfələrlə məğlubiyyətə uğratdı. C variantı. 1-ə A, 2-ə C, B variantıdır. Ömər Muxtara aid xüsusiyyətlər yazın. 3 dənə xüsusiyyət yazmalısınız. Çalışın bunların hamısını yazın. Bax, necə idi? Qəhrəman idi. Daha sonra elmli idi. Daha sonra mübariz idi. Öz ölkəsini sevən idi. Çox eləmək olar da, çox artırmaq olar. Daha sonra rəqəm üçbucaq işarəsi qoyulan hansı söz qoyulmuş söz əsasında cədvəli tamamlayın. Həqqi və ya məcazi mənada olması. Görək hansıdır? Bax, yüksək vəzifə. Yüksək vəzifə ola bilərmi?
Xeyr. Deməli nədir? İşlək vəzifə məcazi mənalı olan sözdür. Bura yazırıq bir dənə məcazi mənada. Həqiqidirsə məcazi, məcazidirsə həqiqi mənada işləndiyi cümlə. Aha. Deməli biz bunun əksini yazacağıq. Bax görürsüz, burada məcazi mənadadır. İndi biz buna bir dənə həqiqi mənalı. Məsələn, tutaq ki, yüksək dağ. Qutarı çıxdı getdi. Yüksək ev. Qutarı çıxdı getdi. Daha sonra bir də qarpız qabığı əsəridir. Mətni qalıbdır. Tez bazar onu da eləyək. Mətndə təbliğ edir. Bir mətni bu şəkildə tutun, belə qəşəng bir oxuyun. Daha sonra bir dəfə də belə oxuyun. Aha. Mən də oxumuram ki, burada vaxtımız çox keçməsin. Mətn əsasən cədvəldəki uyğun fikirləri müəyyən edin. Mətndə təbliğ edilir. Nə təbliğ edə bilər? Baxın, fədakarlıq göstərmək bu mətndə yoxdur. Niyə? Çünki Kərim heç bir fədakarlıq göstərmir və yaxud da Zöhrəb heç bir fədakarlıq göstərmir buna. Deməli, bir çıxmaz. Heyvanlara qarşı mərhəmətli olmaq. Bəli, Zöhrəb Kərimə deyir ki, gəl deyir bu heyvanlara qarşı deyir mərhəmətli ol da. Niyə deyir bu quşları deyir bezdirirsən, onları uçurursan tez-tez? 2 ola bilər. Musiqi alətində gözəl ifa etmək. Bu necədir? Bu mətndə təbliğ edilmir. Mətndə təbliğ edilən, yəni ki, dostluğa qarşı müəyyən qədər, yəni dostluqda kimisə ayağının altını qazmamaqdır, düzgün olmaqdır. Bu kimi şeylərdən söhbət edilir. Mərhəmətdən söhbət edilir. Musiqi alətində gözəl ifa etmək mətndə təbliğ edilmir. Başqalarına kin bəsləmək mətndə tənqid edilir. Bəli, Kərim Zöhrəbə qarşı kin bəsləyirdi, onu yıxmaq istəyirdi, ancaq özü düşür sonradan tora. Deməli, cavabımız 2 və 4 B variantıdır. Bir, hər an ehtiyatlı olmaq. Niyə tənqid edesin ki? Bu qəşəng bir şeydir axı. Niyə tənqid edesin ki, hər an ehtiyatlı olmaq? Mətndə üzərində rəqəm yazılmış hansı ifadə həqiqi mənadadır? Gəlin, baxaq görək hansı ifadə üzərində rəqəm yazılmış deyir. Görək, bax, əziyyət vermək nədir? Frazoloji birləşmədir. Deməli, məcazi mənalı frazoloji birləşmədirsə. Nəzər saldı frazoloji birləşmədir. Deməli, məcazi mənalıdır. Daha sonra, eyvanımızda qonur, dən də verirəm. Dən vermək nədir? Yəni, dən vermək, yemək vermək niyə məcazi mənalı olsun ki? Həqiqi mənalıdır. Daha sonra burada sözlər də var idi yenə. Onun başına gəldi. Bu iş nədir ki, onun başına gəldi? Görsən, məcazi mənalı sözdür. Bu da getdi. Fikrə getdi. Məcazi mənalı frazoloji birləşmədir. Getdi. Deməli, burada nədir? Bir dənə üçüncü olmalıdır səhvimizsə. Dən vermək sözü həqiqi mənadadır. Mətndə hansı suala cavab tapmaq mümkün deyil? Həyatda hansı ağaclar var idi? Tapmaq mümkün deyil. Kərim və Zöhrəbin neçə yaşları var idi? Tapmaq mümkün deyil. Çünki yazılmayıbsa onlar haqqında heç bir məlumat. Kərim yolun hansı xüsusiyyətinə bələd idi? Bəli, bax burada var. Deyir ki, divarı dibindəki qarpız qabıqlarını xırda-xırda doğrayıb həyətin girəcəyində asfalt döşəməyə tökdü. Bura bir qədər eniş idi. Qış vaxtı hamı buradan ehtiyatla keçirdi. Yəni bunu da o alçaq Kərim bilirmiş. Ona görə də nə edir? Orada tutub qarpız qabıqları tökür ki, Zöhrəb gələndə yıxılsın. Elə deməli, buna sual tapmaq mümkündür. Cavab vermək mümkündür. Kərim atasını harda işləyirdi? Kərimin atası bunun tapmaq mümkün deyil. Kərimin atası tarı kimin arzusu ilə almışdı? O haqqda da məlumat yoxdur. Deməli, cavabımız C variantıdır. Mətnin giriş və əsas hissələrini sərhəddi pozulmuşdur. Hansı sözlə başlayan cümlə yeni abzasdan yazılmalıdır. Uşaqlar, bax, bəzi şagirdlər var ki, bu abzasın yazılmasında, abzasın ayrılmasında çətinlik yaradırlar. Amma elə bir çətin bir şey deyil. Niyə çətin bir şey deyil? Çünki bir abzasda fikir yeni bir fikir olmalıdır. Yəni həmin o fikir abzas ayrılırsa, yeni bir fikirlə ayrılmalıdır. Bax, atası tez-tez Kərimi məzəmmət edirdi. Çünki o dərslərini oxumurdu. Bax, atası niyə məzəmmət edirdi? O dərslərini oxumadığı üçün. Elə vaxtının çoxunu həyatda keçirdiyi üçün. Gördünüz? Bax, bunlar bir gedir. Bir gün Kərim evdən bir oğuz çörək qırıntısı götürüb həyətə çıxdı. Bax, görürsünüz uşaqlar, artıq burada tamam başqa bir şeydən söhbət olunurdu. Burada atasının onun məzəmmət etməsindən, ondan zəhləsi getməsindən, burada isə nəyindən? Kərimin artıq bir oğuz götürərək çölə çıxmasından söhbət olunur. Deməli, cavabımız nədir? Elə bir gün budur. Mətndə əsas fikri ifadə edən nümunəni müəyyən edin. Hər kəs öz əkdiyi ağacın meyvəsini dərər. Elə bu olar yəqin çox güman ki. Çünki hər kəs nə əkərsən, onu da biçərsən və yaxud da nə atarsan aşına, o da çıxar qaşığına. Bu kimi atalar sözlərinin ilə mətnin mənasını genişləndirmək olar.
Ən böyük günah peşmanlıqdır. Belə bir şey yoxdur. Arzular yalnız istək əmələ çevrildikcə gerçəkləşir. Yoxdur. Almazı ancaq almaz cilalaya bilər. Yoxdur. Böyük addım böyüklüyün kiçik addım hərəkətləri ilə göstərir. Böyük adam böyüklüyü kiçik adam hərəkətləri ilə göstərər. Belə bir şey yoxdur. Hər kəs öz əkdiyi ağacın meyvəsini dərər. Bax görürsüz, bu yerə qarpız tökmüşdü ki, Zöhrəb gəlsin orada yıxılsın. Amma bunun özü sevincə olub gedir o qarpızın üzərinə çıxır və özü yıxılır. Tarı da qırılır. Hər kəs öz əkdiyi ağacın meyvəsini dərirmi? Bəli. Cavabımız A variantıdır. Burada isə Kərim və Zöhrəb haqqında olan ortaq və fərqli fikirlərdir. Sığırçın quşuna marağı var idi. Hər ikisinin ola bilər tutaq ki. Zöhrəbin də marağı var idi. Görürsünüz, burada bir dənə birin altında var. Bu çıxdı. Yanlış hərəkətlər edir Kərim. Çünki onu yıxmaq istəyir. Mübahisə edir hər ikisi. İkisi də mübahisə edirlər. Bu da çıxdı. Musiqi alətində ifa etməyi bacarır. Deməli, cavabımızın biri də 3 olacaq da, ortada olduğu üçün. Musiqi alətini ifa etməyi bacarır, Zöhrəb ifa etməyi bacarmırdı. Bu da çıxdı. Quşlarla bağlı müəyyən gündəlik vərdişə sahibdir. Bu da quşlarla bağlı gündəlik vərdişə sahibdir. Deməli, nə edir? Uyğun olmayan deyir bizə. Bunlar nədir? Gündəlik vərdişə sahibdir da. Hər ikisi gündəlik vərdişə sahibdir. Ətrafdakılara kim bəsləyir? Bu da kimdir? Kərimdir. Deməli, hansı oldu cavabımız? 2, 4 və 6. Deməli, cavabımız nədir? B variantıdır. Daha sonra, çərçivədə nömrələnmiş cümlələrin düzgün ardıcıllığını müəyyən edin. Burada mənim edəcəyim bir şey yoxdur. Sırf sizin məntiqinizlə bağlı olaraq yaranan bir şeylərdir. Gəlin baxaq. Deyir ki, bax, tarı əlinə alıb o tərəf bu tərəfə baxdı. Onun əlində tar vardı. Kərim sevincək atasına tərəf qaçdı. Elə bu vaxt Kərim atasını uzaqdan gördü. Barmaqları ilə simləri tərpətdi. Aha, bax görürsünüz, birinci vaxt sizə nə gələr uşaqlar? Birinci nə gələr? Bax, deyir ki, Kərim evin tinində dayanıb Zöhrəbin yolunu gözlədi. Elə yolunu gözlədi. Baxın uşaqlar indi. Bax, onda deyə bilərik, elə bu vaxt Kərim atasını uzaqdan gördü. Bax, deyə bilərik də 4. Görürsən, məntiqi ardıcıllıq onu gətirir. Eləmi? Aha. Onun əlində tar vardı. Bax, bir də deyə bilərik, Kərim sevincək atasına tərəf qaçdı. Kərim sevincək atasına tərəf niyə qaçır? Çünki əvvəlcə onun əlində tar olduğunu görür. 2. Daha sonra Kərim sevincək atasına tərəf qaçdı. 3. Tarı alıb o tərəf bu tərəfinə baxır. 1 və barmaqları ilə simlərini tərpədir. 5. 4, 2, 3, 1, 5. Hardadır? D variantındadır. Mətnə əsasən hansı fikirlər dəqiqdir? Dəqiqdir. Kərimin musiqi məktəbində oxuması dəqiq deyil. Çıxdı. Daha sonra ağıllı abituriyent 5-i götürür tez bazar. Kərimin dəcəl olması. Kərim necə idi? Dəcəl idi də. 5-i götürürsən. Daha sonra Kərim oğlunun atanın oğlunun davranışlarından xoşu gəlməməyi. Davranışlarından xoşu gəlməməyi, bax görürsən, deyir ki, tez-tez onu məzəmmət edirdi. Çünki dərslərini oxumurdu. Yəni nə edirdi? Onun davranışından xoşu gəlmirdi. Bu da nədir? Elə cavabımızın biri də 2 olacaq. Daha sonra Zöhrəbin quşları sevməsi, bu nə idi? Dəqiq idi da. Bu da 3'dür. 2, 3, 5. Cavabımız E variantıdır. Daha sonra mətndə tündqara hərflə verilmiş sözlər əsasında cədvəli tamamlayan nümunəni yazın. Bax, deyir ki, Zöhrəbin, qoy elə bunu da izah edeyim. Zöhrəbin quşları sevməsi hər halda onu sevirdi da. Çünki sevirdi ki, deyir ki, mənimkidir, eyvanımıza qonur, dən verirəm, hər səhər gəlib gözləyirlər ki, mən onları yedizdirim. Nə çoxdur, quş nə bilirsən ki, deyir, bu da hansıdır, bu Kərim deyir. Deyir ki, həminkilərdir, deyə Zöhrəb etiraz edir. Onlar üçün taxta balaca evdə tikəcəyəm. Görürsən, quşları sevir. Aha, mətndə tündqara hərflə verilmiş sözlər əsasında cədvəli tamamlayın. Sözün qarşılığı. Bax, burada tündqara hərflə verilmiş söz, birinci söz məzəmmət edir. Məzəmmət etmək nədir? Yəni, danlayır. Daha sonra həmin qarşılığın işləndiyi yeni cümlə. Danlamaqla olan bir cümlə seçək. Məsələn, tutaq ki, atası Kərimi danlayırdı. Ola bilərmi? Bəli. Və yaxud da danlanmaq çox pis şeydir. Gördün? İşlətdik. Daha sonra gələk görə ikinci cümlədə harda var? Pərvazlanırdı. Yəni qanatlanırdı. Tutaq ki, quşlar qanatlanaraq, durnalar qanatlanaraq başqa ölkələrə köç etdilər. Demək olar mı?
Bəli. Daha sonra 30-cu sual. Mətndə əsasən fikirləri tamamlayın. Mətnə əsasən fikirləri tamamlayın. Qış vaxtı həmin asfalt yolu ehtiyatla, hamı asfalt yolu ehtiyatla keçirir. Çünki sürüşkən idi. Quşlar üşmüşdülər. Çünki Kərim onları ürküdürdü. Kərim Zöhrabın yolunu gözləyirdi. Çünki tutaq ki, onun yıxılmasını görmək istəyirdi. Gördünüz? Bunlar ola bilər. Belə, Allah amanında. Çox sağ olun. Bizlə əlaqə saxlamaq istəyirsinizsə 050 647 09 39 nömrəsini yığaraq əlaqə saxlaya bilərsiniz və dərslərimizdə iştirak edə bilərsiniz.